Halal Zəhmət firmasının bahalı kolbasasının içindən çıxan dəmir parçası tanınmış aparıcı Nübar 50-nin etirazına səbəb olub. Aparıcı aldığı kolbasa barədə çəkiliş edərək sosial şəbəkədə paylaşım edib və bildirib ki, almayan ailənizə, uşaqlarınıza verməyin. Bu gün bizim kolbasalar hansı şəraitdə, necə iyrənc vəziyyətdə ərsəyə gəlir? Aparıcının şikayəti ilə bağlı Halal Zəhmət firmasından açıqlama almaq istəyimiz mümkün olmadı. Bu Halal Zəhmət markası məsuliyyəti öz üzərinə ala biləcəkmi? Kilosu 21.90 olan bu kalbasanın içində bax bu dəmir parçası niyə var? İndi siz mənə zəhmət olmasa cavab verin. Niyə var? Əgər hər hansı bir məhsul istehsal edə bilmirsinizsə, halal sözündə götürün, bazardan çıxın, üzü qoyulu gedin. Dostlar, sabahınız xeyir olsun. Sizinlə bir məlumatı paylaşmaq istəyirəm. Deməli, dünənləri Neftçalıya gələrkən yolüstü marketlər şəbəkəsindən birinə daxil oldum və satıcının xeyli tərifləməsindən, halal mal olmasını dedikdən sonra aldığım bu Halal Zəhmət markasından olan kalbasanı sizinlə bölüşəcəm ki, dünən kalbasanın yarısını yemişik, o ayrı məsələ. Bu günləri səhər doğrayanda nə görsəm yaxşıdır. Kalbasanın içindən dəmir, metal, hansı adı istəyirsinizsə qoya bilərsiniz. Bax, bu yad cisim var. Biraz yaxınlaşdırım. Bax, bu yad cisim mənim, ailə üzvlərimizin hər hansı birinin boğazına getsə,